Teşekkür edirəm, hörmətli sədr, cənab baş nazir, qonaqlar, həmkarlar, media nümayəndələri. Mən də ilk öncə işğaldan azad olunmuş ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə hökumət üzvlərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Komitə iclaslarında biz iqtisadiyyatımızın neftdən asıllığından, ixracın azalması, idxalın artmasından, dövlət müəssisələrinin az vergi ödənməsindən, onlara münasibətdə tətbiq olunan güzəştlərdən geniş danışdıq, narahatlıqlarımızı ifadə elədik. Hörmətli sədr, komitələrdə geniş müzakirələrə imkan yaratdığınız üçün sizə və komitə sədrlərinə öz minnətdarlığımı bildirirəm. Büdcə zərfi ilə əlaqədar görülən müsbət işləri qiymətləndirməklə yanaşı, ona da qeyd etmək istəyirəm ki, bu ilin 9 ayının iqtisadi göstəricilərinə əsasən ərzaq və sənaye məhsullarının, xidmətlərin qiymətlərinin artmasına baxmayaraq, neft və qaz sektorunda hasilatın azalması və qiymətlərinin aşağı düşməsi səbəbindən ümumi daxili məhsulun real ifadədə cəmi 1,3% artması hamımızı narahat etməlidir. Bu regionda ən aşağı göstəricidir. Büdcə zərfi ilə əlaqədar Hesablama Palatasının rəyində göstərildiyi kimi, büdcə zərfində bəzi sahələrdə məlumatlıq səviyyəsi azalmışdır. Bilmirik, qeyri-neft sektorundan büdcə daxil olmalarının artımının neçə faizi yeni açılmış istehsal və emal müəssisələri hesabınadır. Burada hörmətli nazirlər tərəfindən qeyd olundu, gündə 200 yeni iş yerinin açılması çox yaxşı, amma bilmirik gündə nə qədər insan iş yerini itirir. Açılan iş yerlərinin hansı hissəsi istehsal və emal müəssisələrinin yaradılması hesabınadır. Başlarda vətəndaşların əmanətlərinin artırılması qeyd olunsa da, nə qədər insanın bank kreditlərini, yəni istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilmədi. Mətbuatda oxuduğumuz rəqəmlərdən qeyd edə bilərəm ki, söhbət 3 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının 12 milyard 690 milyon manat borcundan söhbət gedir. 2026-cı ildə mənzil və kommunal xərclər üçün büdcədən 334,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Təmsil etdiyim Xətai rayonunda çoxlu yaşayış binalarında zirzəmilər kanalizasiya suları ilə dolub, həmin ərazilərdəki torpaq sürüşmələrinin bəlkə də əsas səbəbi budur. Həyətlər işıqlandırılmır, uşaqların oynaması üçün yerlər yoxdur, yaxud bərbaz vəziyyətdədir. Həyətlərin yolları dağılıb, binaların damları bərpa olunmur. Küçə itlərinin sayı artıq təhlükəli həddə çatıb. Bu problemlərin həlli üçün ayrılan vəsait bir neçə dəfə artırılmalıdır. Yalnız tikinti sektorunda investisiya mühiti üçün əlverişli biznes şəraiti yaratmaqla büdcə zərfində göstərilən kimi bu sektordan büdcəyə daxil olan vəsaitin həcmini 9,5% yox, ən azı 295% artırmaq olar və həmin vəsaitlər hesabına da qeyd etdiyim xərcləri qarşılamaq mümkündür. Qeyri-neft qaz sektoru üzrə büdcə daxil olmalarında özəl sektorun payı 77% olur. Bu rəqəm bir daha göstərir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, dövlət sərhədləri nəhayət ki, açılmalıdır. Hörmətli həmkarlar, hökumət üzvləri, xaricdən əmək miqrantlarının yaxınlarına göndərdiyi vəsaitin azalması səbəbindən insanların sosial durumu, xüsusilə də kənd rayonlarında xeyli ağırlaşıb. Yəni, vəziyyət bir faktı qeyd edeyim ki, vaxtilə bu rəqəm 3-4 milyard dollar idi, amma keçən il ölkəyə bu istiqamətdə 844 milyon manat vəsait daxil olmuşsa, bu ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9%-dir. Bu da bir daha onu göstərir ki, ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 465 milyon manatlıq vəsait bir neçə dəfə artırılmalıdır. Kənd yerlərində insanlar
təsərrüfatla dolana bilmirlər. Və sonda onu da qeyd etmək istəyirəm ki, hərbçilər bizim başımızı uca eləyiblər, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırıblar. Onların mənzil şəraitinin yaxşılaşdırılması üçün cəmi 35 milyon manat vəsait ayrılır. Hesab edirəm bu vəsait də bir neçə dəfə artırılmalıdır. Və sonda ümid edirəm ki, bizim qaldırdığımız məsələlər Hesablama Palatasının tövsiyələri hökumət tərəfindən nəzərə alınacaq və 2026-cı il ölkəmizdə böyük islahatlar